Tək başına bəzən qorxuları həll etmək mümkün deyil. Bunun 4 həlli yolu var. Birincisi qorxuları tanımaq və yaxud da adlandırmaqdır. Buna emotion labeling deyirik. İkincisi tədrici üzləşməkdir. Yəni tədricən qorxularla üzləşməkdir. Exposure terapi deyirlər buna. Üçüncüsü düşüncələrin yenidən qurulmasıdır ki, bu koqnitiv terapiyalarda adətən bu cür formada həlli yolu verilir və mütləq şəkildə qorxunu həll etməyin əsas həqiqətən də önəmli yollarından biri koqnitiv behavioral terapiya sayılır. Yəni davranışsal və düşüncə terapiyasıdır. Dördüncüsü də önəmlidir. Çünki biz bəzən adətən qorxunu sadəcə zehni olaraq düşünürük. Xeyr, belə deyil. Yəni bədənlə də işləmək lazımdır. Çünki insanın bədənində fiziksel olaraq onun simptomlarını hiss edirsən, həyəcan hiss edirsən, narahatlıq hiss edirsən, halsızlıq hiss edirsən, nəfəs kəsilmə hiss edirsən. Ona görə də mütləq şəkildə bədənlə işləmək üçün müəyyən meditasiya və yaxud da ki, digər terapiya, nəfəs egzersizləri var ki, onlarla da həll etməyə çalışmaq lazımdır.